Ermənistanda etiraz aksiyasının miqyası böyüdü. Ölkədəki iqtisadi və sosial problemlərdən təngə gələnlər azadlıq meydanına toplaşdı. Əfqanistanın paytaxtı Kabil raket ateşinə tutuldu. Mərmilərdən ikisi Birləşmiş Ştatlar və İspaniya səfirliyinin ərazisinə düşdü. İraqın Mosul şəhəri bombalandı. 20 nəfər qətlə yetirildi. Liviya sahillərində miqrantları daşıyan gəmi batdı. 2 nəfər öldü, 10 nəfər itkin düşdü. TTV-nin efirində işıqlandırılan problem öz həllini tapdı. Körpülərin inşasına yaxın müddət ərzində start veriləcək. Artıq ərazidə mobilizasiya işləri həyata keçirilir. Körpülərin ümumilikdə tikilmə tarixi 2 ilə nəzərdə tutulur. Ağstabada 4 yeni avtomobil körpüsü inşa olunacaq. Azərbaycanın əməkdar artisti Ələsgər Məmmədoğlu dünyasını dəyişdi. Cəbhədə ermənilərin təxribatı davam edir. Ermənistan silahlı bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 mm-lik mina atanlardan, həmçinin iri çaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 102 dəfə pozub. Müdafiə Nazirliyindən bildirilir ki, Azərbaycan silahlı qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrindən, mövqələrinə və səngərlərinə 110 dəfə atəş zərbəsi endirib. Ermənistanda siyasi vəziyyət